Gəlin birbaşa mövzuya keçək. 8. Qısa yuxu impulsu. Saat 14:00-da, hətta 8 saat yatdıqdan sonra belə çarəsizcə başınızı masaya qoyub yatmaq istəyirsiniz. Ya da bəlkə gecə saat 3-də tam oyaq halda tavana baxırsınız. Bu sadəcə sizin qəribə olmağınız deyil. Bu, qədim beyninizin insanların min illər boyu yatdığı şəkildə yatmağa çalışmasıdır. Əcdadlarımız bizim kimi bir dəfiyə uzun müddətli yatmazdılar. Onlar bir neçə saat yatır, gecənin yarısı oyanır, sonra yenidən yatmağa gedirdilər. Onlar oyaq qaldıqları müddətdə yırtıcıları yoxlayır, bəlkə də gecə qəlyanaltısı edir və ya yeni nəsil artırırdılar. Bu, bifazik yuxu adlanır və tamamilə normal idi. Onlar həmçinin gün ərzində xüsusən hava isti olanda mürgülüyürdülər. Çünki çöldə 40 dərəcə isti olanda ova çıxmağa çalışmaq başqasının nahar yeməyinə çevrilmək üçün əsl vaxt idi. Bu bölünmüş yuxu rejimi onları sağ saxlayırdı. Hər bir neçə saatdan bir təhlükəni yoxlayanda qılınc dişli pələng tərəfindən yem olmaq çətindir. Amma indi bizim tam 9-da başlayan işlərimiz və mürgüləməyin tənbəllik olduğunu düşünən müdirlərimiz var. Küçə işıqlarımız, telefonlarımız və gecə saat 2-də yüksək səslə musiqi dinləməyin mükəmməl vaxt olduğunu düşünən qonşularımız var. Beləliklə, nahardan sonra gözlərinizi açıq tutmaq üçün mübarizə apararkən, bu mağara adamı beyninizin insanların həmin vaxtlarda yatdığı dövrləri sizə xatırlatmasıdır. Gecə saat 3-də özünüzü qəribə şəkildə enerjili hiss edərək oyananda isə, bu, həmin beynin niyə çölə çıxıb canavarları yoxlamadığınız barədə yaranan narahatlıqdır. 7. Sürü psixologiyası impulsu. Küçədə gedərkən bir qrup insanın göyə baxdığını görürsünüz və siz də yuxarı baxırsınız. Nə axtardığınızı belə bilmirsiniz. Bu, bir quş ola bilər, supermen ola bilər, heç nə olmaya da bilər. Amma siz oradasınız, başınızı qaldırmısınız, göyə baxanlar izdihamına qoşulmusunuz. Bu, sizin sürü psixologiyanızın işə düşməsidir. Beyniniz əslində deyir ki, əgər hər kəs bunu edirsə, mən də etsəm yaxşıdır, yoxsa ölə bilərəm. Dovşan dərisindən geyimlərdə qaçdığınız vaxtlarda bu instinkt bizi sağ saxlayırdı. Əgər bütün qəbiləniz birdən-birə qaçmağa başlayırdısa, siz dayanıb suallar vermirdiniz, qaçırdınız. Çünki hər kəsin niyə qaçdığını maraq edib, orada dayanan adam qaçdıqları hər nə idisə onun tərəfindən yeyilirdi. Qrupu izləmək təhlükəsizlik demək idi. Bu, paylaşılan yemək, qorunma və qılınc dişli pələngin naharı olmamaq demək idi. Beyniniz qaydalara uyğunlaşdığınız üçün sizə hərfi mənada dopamin dozası verir. Bu, təbiətin geridə qalan qəribə adam olmadığınız üçün sizə əhsən demək üsuludur. Amma indi bu, eyni instinkt sizə axmaq hərəkətlər etdirir. Hamı baxıb deyə, sizin də özünüzdə baxmaq məcburiyyəti hiss etdiyiniz o mənasız video və ya hər kəsin geyindiyi o çirkin ayaqqabıları geyinmək, yaxud da bibiniz paylaşdığı və 50 bəyənmə aldığı üçün o aşkar yalan xəbərə inanmaq. Mağara adamı beyniniz su mənbəyinə qədər qəbiləni izləmək ilə TikTokda təhlükəli bir sınaq edən yad adamları izləmək arasındakı fərqi bilmir. O, sadəcə bilir ki, fərqli olmaq ölümə bərabərdir. Beləliklə, heç bir mənası olmasa belə çoxluğa uyğunlaşırsınız. Kimsə sizin üçün qapını saxlayır və birdən özünüzü ona həddindən artıq minnətdar və borcluymuş kimi hiss edirsiniz. Yaxud bir iş yoldaşınız sizə kofe gətirir və indi siz bu həyat borcunu necə qaytaracağınızı zehni olaraq hesablayırsınız. Bu, sizin dramatikliyiniz deyil. Bu, qədim beyninizin qəbilə siyasəti haqqında panikaya düşməsidir. Əcdadlarımız üçün qarşılıq vermək sadəcə xoş bir hərəkət deyildi. Bu, sağ qalmaq idi. Sən bugün mamon tətini paylaşırsan, mən sabah gilə meyvələrimi paylaşıram. İkimiz də yaşayırıq. Əgər bir axmaq kimi yeməyini gizlətsəydin, qış gələndə şam yeməyində qar yeməli olardın. Beyniniz kimsə sizin üçün bir şey edəndə fiziki olaraq narahatlıq hiss edəcək şəkildə təkamül edib. Bu, borcunuzu qaytarana qədər qaşıya bilmədiyiniz bir qaşınma kimidir. Bu, qəbilənin fəaliyyətini təmin edirdi. Hər kəs hər kəsə kömək edirdi, yoxsa hamı ölürdü. Amma indi marketoloqlar bunu sizə qarşı bir silah kimi istifadə edirlər. Çünki bu, hərfi mənada onların işidir. Siz marketdə pulsuz bir dadım nümunəsi alırsınız və indi özünüzü heç vaxt bitirməyəcəyiniz 5 kiloluq turşu bankasını almağa məcbur hiss edirsiniz. Bir avtomobil satıcısı sizə kofe təklif edir və birdən siz o həddindən artıq bahalı olan sedanı almağı düşünürsünüz.
Kimsə sizə kiçik bir yaxşılıq edir və beyniniz sanki onlar sizin həyatınızı xilas etmiş kimi davranır və siz varlığınızı onlara borcunuzu qaytarmağa həsr etməli olduğunuzu düşünürsüz. Bir vaxtlar sizə qələm verən insanların gülünc istəklərinə hə deyəcəksiniz. Satıcı çox mehriban olduğu üçün istəmədiyiniz şeyləri alacaqsınız. Tarixdən əvvəlki beyniniz bu insan yeməyini paylaşdı ki, mən acından ölməyim ilə bu insan mənə konfransda pulsuz brelok verdi arasındakı fərqi anlaya bilmir. O sadəcə bilir ki, borclar ödənilməlidir, yoxsa qəbilə sizi tək başına ölmək üçün qovacaq. 5. Naməlumdan qorxma. Zifiri qaranlıq bir otağa girirsiniz və ürək döyüntünüzün artdığını hiss edirsiniz. Yaxud qəribə bir xarici ölkə yeməyinə sanki sizə hücum edəcəkmiş kimi baxırsınız. Bu sizin qorxaqlığınız deyil, bu beyninizin nəslinizin kəsilməsinin qarşısını almağa çalışmasıdır. Əcdadlarımız üçün naməlum olan şey ölü demək idi. Kolluqdakı o xışıltı külək də ola bilərdi, dişləri olan bir şey də. Onun külək olduğunu fərz edənlər yeyilirdilər. Qaçıb qurtulanlar isə öz paranoid genlərini sizə ötürmək üçün yaşayıblar. Əvvəllər heç vaxt görmədiyiniz o qəribə giləmeyvə ləzzətli də ola bilərdi, sizi ishal edib öldürə də bilərdi. Əcdadlarımızın yoxlamaq üçün interneti yox idi. Onların sınaq və səhv üsulu var idi. Səhv isə ölüm demək idi. Beləliklə, beyniniz yeni olan hər şeyə sanki sizi öldürməyə çalışırmış kimi yanaşmağa alışıb. Çünki adətən elə idi. Naməlum bir şeylə qarşılaşanda beyniniz sizi hərfi mənada stres hormonları ilə boğur. O qışqırır, təhlükə. Bildiyin şeydən yapış, tanış olan şey səni yeməz. Amma indi bu eyni instinkt sizə 10 il dalbadal restoranlarda eyni şeyi sifariş etdirir. Bu, hər kəsin istifadə etdiyi o yeni tətbiqi niyə sınamadığınızın və ya niyə yeni bir şey riskinə girməkdənsə nifrət etdiyiniz bir işdə qalmağa üstünlük verdiyinizin səbəbidir. Mağara adamı beyniniz qaranlıqdakı naməlum yırtıcı ilə o yeni Tayland restoranındakı naməlum mətbəx arasındakı fərqi bilmir. O sadəcə bilir ki, fərqli olan təhlükəlidir. Beləliklə, sizi darıxdırsa belə tanış olandan əl çəkmirsiniz. 4. Nəzarət etmə ehtiyacı. Yəqin ki, başqası maşın sürərkən xəyali bir əyləc pedalına bastığınızı hiss etmisiniz. Yaxud mükəmməl planlaşdırılmış gününüz pozulanda qışqırmaq istəyirsiniz. Bu, sizin nəzarət aludəçisi olan mağara adamı beyninizin böhran keçirməsidir. Ətraflarına nəzarət edən əcdadlarımız yaşayırdılar. Daha yaxşı sığınacaqlar tikən, yeməyi düzgün saxlayan və ov strategiyalarını planlaşdıranlar qışı sağ çıxarırdılar. Sadəcə axınla gedənlər isə qalıqlara çevrilirdilər. Nəzarət etmək və yemək və ya yem olmaq, isinmək və ya donaraq ölmək arasındakı fərqi yaradırdı. Beyniniz nəzarəti dopaminlə mükafatlandırır. Çünki nəzarət sağ qalmaq demək idi. Bu hərəkət verici qüvvə bizi innovator etdi. Biz sadəcə odun qorxulu olduğunu qəbul etmədik, onu idarə etdik. Sadəcə yemək ümidi ilə yaşamadıq, onu əkib becərdik. Amma indi beyniniz bu həyati nəzarət ehtiyacını hər şeyə tətbiq edir. Tıxac beyninizin sanki yırtıcılar tərəfindən tələyə salınmış kimi davranmasına səbəb olur. Gecikən bir iclas sanki aclıq fəlakəti kimidir. Başqa birinin qabuyyan maşınını səhv doldurması sizin sığınacağınıza kiminsə hücum etməsi barədə instinktlərinizi işə salır. Hərfi mənada heç bir əhəmiyyəti olmayan şeyləri idarə etməyə çalışırsınız. Hava şəraiti, başqalarının fikirləri, tualet kağızının hansı tərəfdən asıldığı. Qədim beynimiz bu odu idarə etməliyəm, yoxsa donacağıq ilə bu PowerPoint təqdimatını idarə etməliyəm arasındakı fərqi bilmir. O sadəcə bilir ki, nəzarətin olmaması ölüm demək idi. Beləliklə, siz mikromenecment edirsiniz, həddindən artıq plan qurursunuz və dəyişdirə bilməyəcəyiniz şeylərə görə stres keçirirsiniz. Hamısı beyninizin hələ də bir nəzarət itkisi qədər məhvə yaxın olduğunuzu düşünməsinə görədir. 4. İtkidən qaçma qərəzliliyi. Küçədə $100 tapırsınız və bu xoşdur. Amma pulqabınızdan $100 itirsəniz, həftələrlə bu barədə düşünəcək, kainatdan qisas almaq planları quracaqsınız. Bu, sizin dramatikliyiniz deyil. Beyninizin hər bir itkiyə sanki sizi öldürəcəkmiş kimi yanaşmasıdır. Əcdadlarımız üçün bir şeyi itirmək, bir şeyi tapmaqdan qat-qat pis idi. Əgər yeganə nizələrini itirsəydilər, onlar yırtıcıların menyusunda idilər.
Əgər topladıqları yemək ehtiyatlarını itirsəydilər, acından ölmək üzrə idilər. Əlavə yemək tapmamaq məyus edici idi, amma əlində olanı itirmək ölüm demək idi. Beləliklə, beyniniz itkilər qarşısında tamamilə özündən çıxacaq şəkildə təkamül edib. O, hərfi mənada itkiləri qazanclardan 2 dəfə daha ağırlı hiss etdirir. Bu, təbiətin səni sağ saxlayan, o şeyi itirməyə cəsarət etmə demə üsuludur. Bu, əcdadlarımızın öz resursları ilə axmaq qumarlar oynamasına mane olurdu. Onlar daha çox yemək ehtimalı üçün zəmanətli yemək mənbələrini riskə atmazdılar. Potensial itkinin ağrısı onları ehtiyatlı və sağ saxlayırdı. Amma indi bu eyni instinkt sizə axmaq hərəkətlər etdirir. Qiyməti düşməkdə olan səhmləri saxlayacaqsınız. Çünki satmaq məğlubiyyəti qəbul etmək kimi hiss olunur. Heç vaxt geyinmədiyiniz o çirkin köynəyi saxlayacaqsınız. Çünki onu atmaq itirmək kimi hiss olunur. Gələcəyi olmayan bir işdə qalacaqsınız. Çünki sabit gəliri itirmək qorxusu potensial qazanclardan daha ağır gəlir. Mağara adamı beyniniz bu nizəni itirmək acından öləcəyim deməkdir ilə bu 20 dollarlıq mərci uduzmaq pis hiss edəcəyim deməkdir arasındakı fərqi bilmir. O sadəcə bilir ki, itki ölümdür. Beləliklə siz toplayırsınız, risklərdən qaçırsınız və itki qorxusunun həyatınızı idarə etməsinə icazə verirsiniz. 2. Statusa alüdəçilik həvəsi. Kimininsə daha yaxşı maşını olduğunu görürsünüz və birdən özünüzü ondan daha aşağı hiss edirsiniz. Yaxud Instagramı yoxlayıb hər kəsin həyatının niyə sizinkindən daha yaxşı göründüyünü düşünürsünüz. Bu sizin statusa meyilli meymun beyninizin ən yaxşı bacardığı şeyi etməsidir. Sizi bədbəxt etmək, qəbilədə status cool görünmək haqqında deyildi. Bu, ölməmək haqqında idi. Yüksək status yeməyə ilk çatım, daha yaxşı cütləşmə variantları demək idi. Və hey, bəlkə o ayını dürtməyək deyəndə insanlar həqiqətən qulaq asırdılar. Aşağı status qalıqlarla qidalanmaq, nəsil artıra bilməmək və yaşayıb yaşamadığınızın heç kimin vecinə olmaması demək idi. Beyniniz statusunuz yüksələndə sizi hərfi mənada xoşbəxtlik hormonları ilə narkotikləşdirir. Statusunuz düşəndə isə stres hormonları ilə işgəncə verir. Çünki status sağ qalmaqla eyni idi. Bu, əcdadlarımızı ovçuluqda, alət düzəltməkdə, hekayə danışmaqda, qəbilə üçün dəyərli olan hər nə idisə, onda təkmilləşməyə sövq edirdi. Rəqabət hər kəsi daha yaxşı etdi. Qəbilə inkişaf etdi. Amma indi beyniniz bu həyat-ölüm status narahatlığını ən axmaq şeylərə tətbiq edir. Kimininsə sizdən daha çox izləyicisi var və beyniniz sanki onlar sizin yeməyinizi oğurluyurmuş kimi davranır. Bir iş yoldaşınızın vəzifəsi qalxır və bu sanki qəbilədən qovulmuşsunuz kimi hiss etdirir. Bir qonşunuz hovuz tikdirir və sağ qalma instinktləriniz sanki ərazinizi itirmişsiniz kimi işə düşür. Xoşlamadığınız insanları təsir altına almaq üçün imkanınız çatmayan şeyləri alırsınız. Sosial mediada diqqətlə seçilmiş yalanlar paylaşırsınız. Başqasının tətili sizinkindən daha yaxşı göründüyü üçün səmimi şəkildə depressiyaya düşürsünüz. Qədim beyniniz hələ də sağ qalmağınızın hansı pillədə olmağınızdan asılı olduğunu düşünür. O aşağı status yemək yoxdur deməkdir ilə aşağı status daha az LinkedIn bağlantısı deməkdir arasındakı fərqi bilmir. Beləliklə, statusun arxasınca sanki həyatınız ondan asılıymış kimi qaçırsınız. Çünki bir vaxtlar həqiqətən də asılı idi. 1. Ədalət arzusu və ədalətsizliyə reaksiya vermək. Kimsə növbəni pozur və siz dərhal zorakılıq xəyalları qurursunuz. Yaxud bir iş yoldaşınız ideyanızı oğurluyur və siz növbəti həftənin onun iflasını planlaşdırmaqla keçirirsiniz. Bu, sizin xırdalıqlarla məşğul olmağınız deyil. Bu, beyninizin ədalətsizliyə, sağ qalmağınıza qarşı bir təhdid kimi baxmasıdır. Çünki əvvəllər elə idi. 30 nəfərlik bir qəbilədə ədalət sadəcə xoş bir konsept deyildi. Bu, həyat və ölüm idi. Başqaları acından ölərkən yeməyi gizlədən adam hərfi mənada qəbiləni öldürürdü. Ov etməyən, amma yenə də yeyən, hazır yeyən insanlar həqiqətən işləyən insanların resurslarını oğurluyurdu. Beyniniz ədalətsizlik hiss etdikdə tamamilə nüvə partlayışı keçirmək üçün təkamül edib. Sizi qəzəblə doldurur. Çünki ədalətsizlik bütün qrupu məhv edə bilərdi və qrup olmadan hər kəs ölür.
Bu instinkt əcdadlarımızı dürüst saxlayırdı. Heç kim qovulan o fırıldaqçı olmaq istəmirdi, yaxud daha pisi, hirsli qəbilə yoldaşları tərəfindən kəlləsi əzilən fırıldaqçı olmaq istəmirdi. Ədalət sağ qalmaq demək idi. Fırıldaqçıları aşkar etmək sağ qalmaq demək idi. Ədalətsizliyi cəzalandırmaq sağ qalmaq demək idi. Amma indi bu eyni instinkt heç kimi öldürməyəcək şeylərə görə ağlınızı başınızdan çıxarır. Kimsə bir əvəzinə 2 pulsuz dadım nümunəsi götürür və beyniniz sanki onlar sizin uşaqlarınızın yeməyini oğurluyurmuş kimi davranır. İnsanlar çətinlik çəkərkən varlı bir adam başqa bir yaxta alır və ədalət detektorunuz pozulur. Müdiriniz kimisə seçir və bu sanki həyatınıza təhdid imiş kimi hiss olunur. Kiçik haqsızlıqları unuda bilmirsiniz, çünki beyniniz ədaləti bərpa etməyin bir sağ qalma məsələsi olduğunu düşünür. Düzəldə bilməyəcəyiniz ədalətsizliklərə aludə olursunuz. İnternetdə ədalətsizlik haqqında oxuyanda fiziki olaraq qəzəblənirsiniz. Qədim beyniniz bu ədalətsizlik qəbiləni məhv edəcəyi ilə bu ədalətsizlik can sıxıcıdır, amma nəticədə zərərsizdir arasındakı fərqi bilmir. O sadəcə bilir ki, ədalətsizlik ölüm demək idi. Beləliklə qəzəblənirsiniz, aludə olursunuz və heç nəyi unuda bilmirsiniz. Hamısı beyninizin hələ də qəbilənin sağ qalmasını, hər kəsin öz payına düşən mamon tətini almasından asılı olduğunu düşünməsinə görədir. Bugünlük bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.